bu məclisdə iştirak edirəm. Və bir dəfə Elman qardaş bizim seyidlər haqqında broşuralar çatmışdı, sırıq seyidləri. Mir Bağır ağa, Mir Xas ağa, Mir Mahmud ağa, bütün seyidlər haqqında çatmışdı. Özü də mənə o vaxtda dedi, sonra bir nəfər də gəldi mənə dedi ki, ağa, nə deyir bu kitabı? Kitabdır ki, bu nədir elə bu broşura? Dedim, yox, böyük bir kitabdır. Çox sağ olsun, Allah cəmi ölənlərin rəhmət eləsin. Babası fağır bir adamdı, çox gözəl insan idi Elmanın. Allah o dünyasını versin. Dedim, Elman elə bir iş görüb ki, seyidlər üçün. Onu gələcək tarixçilər yazacaqlar ki, belə bir insan olub, belə bir kitab yazıb. Balaca bir broşura da olsa, amma böyük iş görüb. Dedi, ağa necə? Dedim ki, Sumqayıtda şəxsən yaşlı nəsillər yavaş-yavaş gedir. Cavanlar əmələ gəlir. O cavanlar bir 10 ildən, 20 ildən sonra hardan biləcəkdilər ki, yardımlı Sırıq kəndində belə bir ağalar olur. Belə bir möcüzlü seyidlər olur. Elə möcüzlər ki, ya Allah, ya Cədd deyəndə onların nə istəsəydilər olardı. Amma bu broşuralar ki, düşəcək o uşaqların əlinə, görəcəklər ki, bu seyidlər yaşayıb, olub və onların nəvələri, nəticələri də yaşayır. Şükür olsun ki, o Allaha ki, o Allah, o seyidlərin yanın, bəzi nümayəndələr də ki, o babaların yolun gedir. Bəzi nümayəndələr, hamısını mən demir. Yəni, Allah Teala onu bizə bəxş eləyib, çox sağ olsun. Elman, sən çox sağ ol, bu kitabı yazan çox sağ olsun və bu kitabın əlsiyə gəlməsində kimlər ki, zəhmət çəkiblər, o adamlar çox sağ olsunlar ki, belə kitablar yazırlar və o dindarları, o ki, o həqiqətən İslam dini haqqında zəhmət çəkiblər, onların yaranmasından tutmuş, yaşamasından ötürü, neçə əsrlər bundan sonra olar. Dünya nə qədər ki var, yəni olar ki, olublar, cəmaata tanıtdırırsınız, çox sağ olun. Allah razı olsun, hər birinizdən Allah razı olsun, Allah Teala hər birinizin imanını kamil eləsin. Bura, balaca bir məclisdə olsa gəlmişsiniz. Allah Teala Cəddimiz Peyğəmbər xatirinə hər birinizin ölənlərin rəhmət eləsin. Şəxsən bugünkü günlər elə bir günlərdir ki, yəni məhərrəmçilik aydır, imamın 40-ı gəlir qabaqdan, ayın 16-sı imamın 40-ıdır. Bugünkü günlər xatirinə Allah Teala hər birimizin canını salamat eləsin, hər birimizin evində də inşallah xeyir işlər olsun. Allah razı olsun. Qardaş, çox sağ oldu, sən də bizi çəkirsən, göstərirsən, inşallah, yəqin ki, harada da göstəriləcək, baxacaqlar. Allah səndən də razı olsun, çox sağ olun. Elə bir şey toxundu ki, mənim yaralı yerimdə, həqiqətən də mənim arzularımdan biri oldu ki, o broşuralar ümumiyyətlə, biraz bir cəmiyyətlə əlaqədar başqa işdir. Əslində, mən o vaxt nə üçün bunu elədim mən? O vaxt mən ona görə girirdim yardımının evində, seyidlərin hamısını cəhddən vurmaları, ağamızdır hamısı. Məsələn, yardımın evində Mir Məmməd ağanın, Mir Sədi ağanın, nə bilim, Ağdamlı ağalardan, sonradan Füzulunun ağasından şəkillər var idi, amma öz ağalarının şəklini, hansı ki, ata-babaları nəsil-nəsil etiqad elədiyi və cəhdinə and içdiyi adamların şəklini tapa bilmirdi. Və o vaxt mən düzdür, böyük bir kamil şəkildə bunu eləyə bilmirdim, indi üzr istəyim sınavımızdan. Amma bu mənim o sərçə ki, o bir gün quşların padişahı göstəriş verir ki, ümumi bir yuva tikilməlidir quşlar üçün və bütün nəhəng quşlar hamısı böyük ağac budaqları zat daşıyırlar, həmin tikintiyə gətirirlər və sərçə amma dimdiyində bir balaca çöp gətirilmişdir. Bu nəhəng quşlar da ona gülürmüşlər, bunu nə edəcək bu yuvaya? Qayıdıb deyilmiş, zalimlar, mən bununla öz münasibətimi, öz məhəbbətimi bildirirəm bu şey. İndi o da bir saman çöpü kimi, balaca bir xırda bir şey, yəni öz müqabilində, öz bazarlığının dairəsində olan bir şeydir. Hətta mən o vaxt yadımdadır, o şəkillərini də mən onların çoxaldırdım və payladığım adamlara deyirdim ki, bunun qiyməti elə də böyük deyil, sən də bir 200 dənə çıxart bundan,
payla cəmaata. Amma çox heyif ki, nəticə olmurdu, yəni heç kim çıxartmırdı. Mən 500 tirajla hardasa çıxarırdım o şəkilləri, nə payladım o qalırdı. Və eyni zamanda elə Kərbəlayı Mirəzi ağa haqqında o vaxt imkan vermədi. Həqiqətən mənim qələmim çox zəifdir. Ona görə yəni ağamın elə möcüzələrini mən eşidəndə nə qədər mənə elə təsir göstərdi ki, insanda görür. Mən onlardan dərs keçmişəm. Ona görə deyirəm ki, mənim müəllimlərim dirilər deyil, vallahi ölülər. Onlar hər biri bilirsən, bir məktəb olur, əzizlər. Ona görə hər birindən bir şey uğurlayanda adam görürsən ki, özü formalaşır. İstərsən. Ay bəli? Mən bölüm müəllimi təbiini deyən Ona görə elə Kərbəlayı Mirəzi haqqında ki, o ki, onda olan halallıq, yəni Seyidlərin xas olan hərəsində bir şey olub da, bir neçə müsbət xarakter olub, amma əsas o parlaq xarakterlər olub, tutaq ki, elə Mir Rəsulun babası Seyid Abbas olub məndə, Mir Rəsulun atası babası Çanaqbulaqda deməli, səxavətinə görə məşhur imiş, həddən ziyada səxavətli imiş, tutaq ki, Kərbəlayı Mirəzi halallığına görə, yəni məşhur hansı ki, torpaqdan özü möcüzəli gəlir. Kimə də deyirdim, biraz təəccüblənirdi ki, insan belə bu dərəcədə halallığa, məsələn, riayət eləyə bilərmi? Yəni, bunun gücü çatarmı? Zeyni çatarmı? Bunu gözləyə bilsin. Səbri çatarmı? Yəni, adam ki, hansı ki, qonşu həyətdən keçdikcə, həyətlərdən keçdikcə dayanarmış, icazəsini alarmış eviyyəsindən ki, bəs icazə verməsən, torpağından keçsin. Yağış yağarkən hətta ayağının altını silərmiş, o qaloşların çağırın doğu dövrünə görə nə geyinmişsə, silərmiş ki, mən soruşarmışlar, niyə belə edirsən? Deyirmiş ki, mən bu kişinin torpağını, o kişinin torpağını qatıb günah qazanamam. Yəni, bu, hər adamın beyninə girən şey deyil, bu. İndi öz aramızda yaşayırıq, görürük, hamı danışır, hamı imanlı kimi özünü göstərir, hamı deyir ki, mən beləyəm, amma əslində əməl göstərir. Ona görə də mən fürsətdən istifadə edib, kitabda adı gedməsə də, bizim gözəl ruhanilərdən biri Mirfəz ağaya sözü verim. Mən inanıram ki, Mirfəz ağanın da burada demək sözü var və xeyir duası var. Buyurun Mirfəz ağa. Mən də ağsaqqalların, döylərin qarşısında çox üzr istəyirəm. Çox danışmaq istəmirəm. Sən ustadların yanında. İlk növbədə Elmana təşəkkür edirəm. Yəni, bizim rayon cəmaatımızın arasında belə bir işlə məşğuldur. Həm rayonumuzu, yəni, Respublikada tanıtdırır, həm də bizim Parakəndə olan həm yerlərimizi birləşdirir, vəhdətə çağırır, birliyə çağırır. Allahdan ona uğurlar arzulayıram. Allah təala tövfiq versin, Allah təala müvəffəq eləsin inşallah. Davam müəllimə də yəni bu işində yenə də uğurlar arzulayıram. Allah təala əcrin versin. Yəni bu kitabda bu qədər zəhmət çəkib alimləri, həm dünyadan gedənləri, həm də həyatda olan alimləri işıqlandırıb da, haqlarında məlumat verib, çəkdiyi zəhmətə görə Allah təala əvəzini versin, Allah təala əcrin versin. Allah şəfa versin. Həm də arzu edirəm ki, inşallah hər bir insan yazanda yazdığına cavabdeh olacaq. Arzu edirəm ki, Allah təala onu öz işində sabit qədəm eləsin. Çox xidmət eləyənləri elədiyi xidmətlərə görə layiqincə, şişirdilmiş şəkildə yox, tam layiqincə işıqlandırsın. Yəni, Elman müəllim qeyd elədi ki, mənim adım orada düşmür, mən öz haqqımda istəməyəm düşünürəm. Və şərən də inşallah belə özümə demişəm ki, özüm barəmdə demişəm ki, mən halallığımı vermirəm. Nə gələcəkdə, nə də ki, indi. Xidmətimi eləyirəm, Allah üçün eləyirəm. Amma bu işdə gözəl işdir. Bu işi, yəni, Allah Teala özü əcrin versin, Allah Teala öz əvəzini versin. Sizə də, ona da uğurlar arzu edirəm. Allah Teala köməyiniz olsun, üzr istəyirəm. Hər şeysin inşallah. Bu sözü mən verim. Hacı
tituluna görə özdə ruhanların arasında mənim Axund titulu biraz yüksəkdir, rəsmimizdə. Hacı Fazil buyursun, Primorski'de Sahil qəsəbəsidir. Sahil qəsəbəsinin məscidinin Axundu. Buyurun Hacı. Selamun aleyküm. Mən də öz növbəmdə təşəkkür edirəm zəhmət çəkən qardaşlara. Əlbəttə, namaz vaxtıdır, sözlər də çox gözəl və fəzilətsiz deyilir. Vaxt taparmaq istəmirəm, amma ədəbsizlik istəyirəm özümə ki, təşrif eləyələr danışmayan. Kitabımdakı 67-69-cu səhifələrində sözümün yarısını demişəm. Burada var və bir-iki kəlmədə əlavə edeyim. Bəli, kitabın mövzusu barəsində ki, Hz. Resul-i Əkrəm sallallahu aleyhi və səlləmdən bir hədis var ki, Əl-Üləma vərəsətül-Ənbiya. Alimlər Peyğəmbərlərin vərəsələridirlər, elm vərəsələridirlər. Onların elmini irs aparıblar. Və onlara hər növ xidmət eləməkdir, bir növ Hz. Resulullahın özünə xidmətdir. Mən bir dəfə moizə hazırlayanda bir gözəl məqaləyə rast gəldim ki, bu Hz. Resul-i Əkrəmin elmə və onun elmə öyrənənlərə verdiyi qiymət barəsində İran padişahlarından hansı sahabi yadımdan çıxdı. Deyir ki, bir dəfə çıxdı, harası səfərə gedirdi, gördü bir alimi cənazəsini müşahidə edirlər, aparırlar dəfnə. Baxmayaraq ki, padişah idi, amma bu alimə qiymət verməli baxımından 7 addım o cənazənin müşahidində iştirak elədi. Və gecə yatdı, gördü ki, Resulullah girir onun yuxusuna, buyurur ki, sən ki, mənim vərəsələrimdən birinin müşahidində 7 qədəm atırsan, mən sənin nəslindən 7 dənə insanı padişahlıqda dalbadal qərar verəcəm ki, onun nəslindən 7 dənə padişah davam elədi. Hər bir insan ağa qeyd elədi ki, hər bir insan öz elədiyi xidmətə görə qiyamətin günündə mükafatlandırırlar. Əlbəttə, bizim bu qardaşlarımız da ki, Yaqub müəllim olsun, Elman müəllim olsun və hər bir bu kitabı istər təqdimatında, yazmalında, hazırlamanda zəhmət çəkənlər, ümidvaram ki, o hədisin bir nümunəsinə, bir misdaqına çevrilərlər və Allahın onlara da rəhməti ola, Peyğəmbərimizin də onlara şəfaəti ola. Bəli də artıq danışmaq istəmirəm, qeyd eləmək istəmirəm, amma hər halda bu kitabın öz yeri var. Nəinki yardımlı alimləri, amma ümumiyyətlə elm sahəsində çalışan insanların əməyin qiymətləndirməli və onlara qiymət verməli, ümidvaram ki, Allah tərəfindən də yaxşı dayanırlar. Allah hamımızı müvəffəq eləsin, Allah inşallah qələmizə və bəyanımıza qüvvət versin, Allah sizlərdən də razı olsun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Çox Yaqub Abbasovun bir kitabı çıxmışdı, Azərbaycanın din xadimləri. Yardımlı din xadimləri ayrı. Azərbaycan İslam alimləri, üzr istəyirəm, 16-cı 20-ci əsrində belə səhv eləmirəmsə belə yazılmışdır. Həmin kitabın demək o da 1000 tirajla çıxmışdı. Bu 500 tirajla çıxıb 1000 tirajla tamamilə başqa bir daha müasir necə deyim, tərtibat üsuluna çıxmışdı və ona maliyyələşdirən, yəni o kitabın işıq görməsində əsas səbəbkar ağamız Mir Mahmud ağa olmuşdu. Yəni onu biləsiniz. Əlinizə o kitab düşəndə məlumatınız olsun. İndi də icazə verin sözü mən Məşəd Ərşədə veririm. Çünki kitabda gedən gənc din xadimlərindən, yəni biri də odur, buyursun, öz ürək sözünü desin. Orada cəmi 2 dənə. Bismillahirrahmanirrahim və bihi nəstəin bi xeyril nasiri və məyin. Əlbəttə, elə bir gözəl məqamdır, belə bir gözəl anlardır ki, həqiqətən bu nəinki yardımlı cəmiyyəti üçün, belə götürəndə İslam dünyası üçün bir pəncərədir ki, bu günləri biz alimlərin yəni xidmətlərinə görə onların təqdimat mərasimini keçirdirik kitabının və sizlərin və sizin simuzda olan uşaq insanlar ki, belə gözəl məqamlar sahibləridirlər və belə bir gözəl xidmətləri vardır. Misilsiz xidmətlərinizə görə sizlərə təşəkkür edirik. Həm Elman müəllim, sizə həm də bu kitabı yazıb və beləncə xeyriyyə işlərini görən insanların hamısına uğurlar arzulayırıq Allahdan. Allah sizləri müvəffəq eləsin. Siz bizlərin boynumuza böyük bir vəzifə də qoydunuz ki, həqiqətən olar ki, o yolu gediblər. Mən şəxsən öz barəmdə deyirəm,
və bunu elə etiraf edirəm ki, mən o kitabda yazılası insanlara layiq insan olmamışam. Mənim əlbəttə xəbərim olmayıb o vermişsiz o ki, ümumiyyətlə, yəni bunu mən özüm elə bu ağsaqqalların yanında etiraf edirəm ki, mənim yerim deyildi ora. Ora həqiqətən ora layiq olan insanların yeridir. Allah bizlərə də hidayət eləsin. Allah bizlərə də hamımıza tövfiq versin ki, həqiqi bəndələrdən Allah bizlərə qərar versin. Allah sizlərdən müvəffəq eləsin. Allah sizlərdən də. Cavandır da, gəlib çıxacaq. Bu söz versək, tədbirlər ümumiyyətlə adətdə belədir ki, hamı danışmaz ki. Hamı danışmaz ki. Məşədə Eyvaza da mən söz verim. Onda gəlin əzizlərim belə edir. Tədbirə təşrif buyurub, yəni belə eləyək də, birinci hissəni bağlı elan edək və keçən tədbirdə İmam İsa'nın da veriləcək süfrə arxasına və orada söhbətimizi azad şəkildə davam edək. Olar mı əzizlərim? Orada da sözümüzü deyə bilərik, değil mi? Ya da orada da sözünü deyəcəksiniz də, yəni kimin sözü qalırsa, təqdim edilmədiysə buyursunlar. Deyirəm, Salam aleyküm. Qabim bəlli əsr vaxtında da. Buyur əvvəl. Əsas Qoyansa ye də, pılıcı bu. Devamlı hava oluyor, hürmetin mesaj, bizden kulağın şey oldu, neler Hacı olursa gəlmişdir, hə? Bu yaşımıza sağlıqlı. Özgü qoyacağım. Qabim mənim. İcazə verməm bunu yerləşdir. Ol, deyəm bu deyil. Gel.